Salam dəyərli yoldaşlar, xoş gördük hər birinizi. Mən Fariz Məlim Axundzadə. Bu gün sizlərlə MHM-in test bankından mövzularına başlayacağım. İlk olaraq fonetikadan başlayırıq. Bütün mövzuların izahını ardıcıl olaraq səhifəyə YouTube kanalına yükləyəcəm. Fonetikadan başlayırıq ilk olaraq. Doğru fikirlər bizdən soruşur. Sözdə neçə sait, hərf varsa o qədər heca var. Bilirsiniz ki, hecaların sayı yazılış əsasına aparılır. Burada da sait hərf deyib, səs deməyib. Ona görə bir doğrudur. Burada amma sait səssizsəydi yanlış olacaqdır. Hecanın tərkəbi mütləq samit olmalıdır. Məsələn, a, na. Burada görürsünüz hecada, amma samit yoxdur. 2 yanlışdır. Qalan saitlər dil arxası səslərdir. Bu doğrudur. İncə saitlər dil önüdür. Qalan saitlər dil arxasıdır. Edə dil ortasıdır. Uzun tələffüz olunan sözlərdə vurğu hər zaman son hecaya düşür. Xeyr, məsələn, xaincəsinə vurğu düşəcək xain ikinci hecaya, amma uzanma var, vurğu sona düşmür. Çünki ca sonra vurğu qəbul eləməyəcək. Ca qoşma ədat kimi vurğu qəbul edir. Yadda saxlayın, ədat olanda qəbul edir, qoşma olanda qəbul eləmir. Bu testin düzgün cavabı 1-3 olacaq. Lar şəkilçisi hansı nümunədə vurğu qəbul edib? Bilirsiniz ki, adlara artırılıb cəm şəkilçisi olanda vurğu qəbul eləyir. Feillərdə də yalnız şühudi keçmiş zaman, əmr bir də şərt şəklində vurğu qəbul edir. İndi burada düzələrdə larlər yoxdur da. Düz sözün kökü, düzəl, ar-ər, zaman. Görürsünüz, burada məsələn lar yoxdur. Bir də çıxacaqsınız. 2-də ağaclar var, vurğu qəbul edir. 3-də illər var, vurğu qəbul edir. 2 ilə 3-ü götürürsünüz. 4-də baxırsınız, atdılar. D burada şuur keçmiş zamandır. Ona görə larlar burada vurğu qəbul edəcək. 4-ü götür. Amma 5-də keçərlər. Burada ar-ər xəbər şəkildir. Ona görə larlar burada vurğu qəbul eləməyəcək. Elə burada vurğu düşür, keçərlər bura. Ona görə bu testin cavabı 2, 3, 4, yəni A variantı olmuş olur. Səhv fikirlər bizdən soruşur. Səslərin təhlili tələffüz əsasına aparılır. Bu doğru fikirdir. Səs uzanması sözdə yazılış deyiliş arasında fərq əmələ gətirir. Səs uzanması, tək səs uzanması fərq əmələ gətirmir. Yanlışdır. İncə saitlərin hamısı dilin önündə əmələ gəlir. Xeyr, E saiti dil ortasıdır. Səs düşümü yalnız saitlərdə rast gəlinə bilər. Xeyr, məsələn, S, T-da T düşə bilər samit gəlsə. Səs artımı müxtəlif cinsi saitlər arasında ola bilər. Ola bilər. Məsələn, tutaq ki, A-in arasına Y əlavə olunur. Ona görə bu testin cavabı 2, 3, 4, yəni B variantı olmuş olacaq. Çünki səhvi bizdən soruşurdu. Səs uzanmasına əsasən ardıcılığı tamamlayın. Etibar 1-ci heca uzanır, bəhanə 2 uzanır, möcüzə 1 uzanır, dəfinə 2 uzanır. Burada lazımdır 1 uzansın və 2 uzansın. Şöbə 1 uzanır. Tabeli. Burada ümumiyyətlə 2-dən uzanma var tabeli sözünə. Ona görə bir nağda çıxın uyğunsuz olacaq. Xasisədə 1 uzanır, xəzinədə 2 uzanır. Yadda saxlayın, xasisə və maddə sözlərində uzanma var. Cavab ilə B variantı. Etibar 1 uzanır. Laqeyd. Laqeyddə 2 uzanmır. Ona görə C-ni çıxacaqsan. Malikanə 2-dən uzanma var. İkimizə yaramır. Çoğunda ümumiyyətlə uzanma yoxdur. Vurğusuna görə mənaları fərqlənən, lakin nitq hissəsi fərqlənməyən sözləri müəyyənləşdirin. Bilirsiniz ki, şaxtanın vurğuya görə mənası dəyişir. Vurğu axıra düşəndə şaxta yeraltı mədən olur. Vurğu əvvəl düşəndə soyuq mənası şaxta olur. Hər iki mənası isimdir. Bir də burada orqan sözü var. Vurğu, ümumiyyətlə orqanın 3 dənə mənası var. Yazın bura. Orqan. Bir dənə də yazım. Orqan. Bir dənə də yazım orqan. Hansılar ki, vurğu əvvələ düşür? Bunlar amonim sayılır. Bu dövlət orqanıdır. Bu da insanın daxili orqanıdır. Məsələn, ciyər, mədə və s. Amma 3-cü orqan sözündə vurğu düşür axıra. Bu zaman bu arqan kimi tələffüz olunur. Və musiqi alətidir. Musiqi aləti. Və görürsünüz, bu halda vurğu sona düşür deyə bunun tələffüzü fərqlənir. Amma amonim olmur. Amma bir şey də var da burada. Bunun vurğuya görə mənası dəyişdi, görürsünüz. Amma nitq hissəsi dəyişmədi. Orqan musiqi aləti olsa da isim olur, digər hallarda da isim olur. Ona görə 5-də götürürük. Romantik isim sifət olur. Mütləq deməli köməkçi nitq hissəsi və sifət olur. Yalnız ədat və sifət və yaxud da zərf ola bilər. Ona görə bu testin cavabı ilə A variantı olmuş olur. Uyğunluğu müəyyənləşdirin. Parametr, esse, enerji, mötərizə,
Rayihə, pnevmoniya, prinsip, refleks, menecer, kafedra. Deməli, vurğu birinci hecadadır, ikinci hecadadır. Baxaq. Deməli, vurğu birinci hecada haradadır? Hamısı da bura birinci hecada. Düzdür, eyni yazın bura. Başqa birinci hecada olan var. Yox, hamısı birdə olan yoxdur. Sonra, baxaq davamına. Vurğu ikinci hecadadır. Haradadır ikinci hecada olan? Burada hamısı ikinci hecadadır. Anı yazın bura. Başqa hamısı ikili olan yoxdur. Yaxşı, vurğu üçüncü hecadadır. Hamısı üçlü olan hansıdır? Rayihə, pnevmoniya. Buna uyğun gəlir. Bura. Burada biri 3'də 1, 2, 3'də 1, 2, 3, 4'dədir. Uyğun gəlmir. Burada da biri prinsip 1'dədir, biri 2'dədir. Buna uyğun gəlmir. Belə bu testin cavabı olur B variantı. Hansı variantda əvvəlinə hər zaman ifadəsini artırsaq, şərtdəki fikir öz doğruluğunu itirməz. Tələffüz zamanı sözdə səs artımı olur. Hər zaman səs artımı olur deyə bilmərik. Olmaya da bilər. Vurğusuna görə fərqlənən sözlər müxtəlif diksiyasına aid olur. Məsələn, bayaq dedik, şaxta eyni diksiyasına aiddir. Bu da hər zaman doğru deyil. Səs uzaması yazılış deyiş arasında fərq yaradır, yaratmaya da bilər. Cavab qoşma kimi işləyəndə vurğu qəbul etmir. Bu doğru fikirdir. Hər zaman belə olur. Ahəng qanunalma sözləri pozulur, pozulmaya da bilər. Hansı cümlədəki sözlərin hər biri düzgün yazılmışdır? Baxaq. Dilimiz aglütinativ qının biri artıqdır. Fövqəladə olmalıdır. Güzəran olmalıdır. Neft təmizləyən olmalıdır. Bu da səhvdir. Cavabı R variant. Hansı sözləri tələffüzdə əsasən iki müxtəlif diksiyası kimi düşünmək olar? Bunu xalı və xala kimi düşünmək olar. Hər ikisi isimdir. Bunu körpü və körpə kimi düşünmək olar. Körpə sifət, körpü isim olur. Götürək. Bunu qalı, qala, qalaya. Bu qalamaq mənasında arzu şəklində olan feil, bir də qala ismi kimi düşünə bilərsiniz. Bunu dəli və dəliş kimi düşünə bilərsiniz. Xülasə elə bir cür düşünür zaten. Belə deyək də vurğuya görə fərqlənir. Başqa cür fərqlənmir. Vurğu ilə göstərsə deyərik həm modal söz və isim ola bilər. Məsələn, dərsin xülasəsi. Amma belə bu formada bunu deyə bilmərik. Ona görə bu testin cavabı 2, 3, 4, yəni D variantı olmuş olur. Hansı variantda söz düzgün yazılmayıb? Baxaq. Hissələr düz yazılıb. Aviasalon düzdür, multimilyonçu düzdür, websayt düzdür, ümum Avropa olmuş olacaq. Hansı söz birləşməsinin tələffüzü doğru verilib? Sənin haqqında, burada çının ştrixini qoymayıb, o səhvdir. Şəhərdə olmaq, bu doğrudur, B olsun cavab. Müəllimin tələffüzü bu formada deyil, olduğu kimi qalmalıdır. Torpaqda qıdan sonra sait yox, samit gəlir üçün X olmalıdır. Burada da sait gəlir üçün C olduğu kimi qalmalıdır. Yazılışına qapalı sait var, yazılışında qapalı sait yoxdur. Zülüm və meyl elə bu formada yazılır. Ona görə bura qapalı sait var. Sonra əsil və səbir də belə yazılır. Burada da qapalı sait var. Deməli belə. Sonra nə var burada? Sehirlə həcmcə iysiz yazılır. Ona görə C-ni yazaq bura. Fey, ziyab yoxdur. Fəhimlə burada da yoxdur. C ilə D. 1 AB, 2 CD. Ona görə 13-cü cavab olmuş olacaq A variantı. Daha sonra 14-dən davam edək. Hansı sözün yazılışı düz, tələffüzü səhv edilib? Dezodorant hər ikisi düzdür. Etinasız. Etinasız. Yazılış düzdür, tələffüzü etinasız. A uzanmalıydı, onu göstərməyib. Belə səhv bedir. Füsunkar səhvdir. Hər gün ki, problemi yoxdur hər ikisində. Gün güzəran olmalıdır. Gün güzaran yox, güzəran olmalıdır. Bunda çıxdıq getdi. 14-cü cavab olur B variantı. Zülümkarın tələffüzü bu araya qapalı sait artırılmalıdır. Və sizə bir şey deyim. Bilirsiniz ki, hecaları ayırmaq, ahəng qanunu müəyyənləşdirmək yazılışa görə aparılır, düzdür? Ona görə zülümkarı biz hecalara ayırsaq, bu formada hecalara ayırmamalıyıq. Çünki bu tələffüzdə belə olur. Yazılışda bunun üsü yoxdur. Ona görə avtomatik 15-ci cavabı B olmuş olur. Qalan hamısı düzdür. 2 hecalıdır. 1, 2. Ay müəllim, araya ü artırılır. Ü artırılsın da ü yazılışda artırılmır, tələffüzdə artırılır. Ona görə yazılışı əsasən hecanı müəyyənləşdirirsən. Ona görə bu testin cavabı elə B variantı olmuş olacaq. Növbəti sualdan davam edək. Pingvin. Aha. Deməli bu sözün tələffüzü pingvin. Bir dənə araya i saiti artırılmış olur.
Ona görə pingvin, bir də vurğu düşür axırıncı hecəyə. Pingvin. Ahəng qanunu gözlənilmişdir, doğrudur. 3 incə və qapalı saytlar, bəli, 1, bir də əlavə olundu 2, bu da 3. Vurğu ilk hecəyə düşür, böyük xeyli vurğu sonuncu hecələrdir. Samitlərin yalnız ikisinin qarşılığı yoxdur, bəli, nolların qarşılığı yoxdur, sonra samitlərin istifadə olunmuşdur, doğrudur. Tarixən vurğu düşür əvvələ, yaxşı. Saytlərin və uzanma olmur. Tarixən, bu qədər sadə. Aid olan bizdən soruşur. Bir uzun tələffüz olur, xeyr. Ahəng qanuna tabe deyil, tabedir. Bir dəqiqə, ahəng qanuna tabe deyil də doğrudur da, tabe deyil, düzdür. Bizə nə soruşur? Aid olanı soruşur. 17-ci cavab olsun B variantı. Vurğu sonuncu hecəyə düşür, xeyr. Əvvəlinci hecəyə düşür. Samitlərin birinin qarşılığı yoxdur. Tarixən ikisinin qarşılığı yoxdur. 2 hecə alır, xeyr, 3 hecə alır. Hansı sözlə yazılışı səhvdir? Bu yanlış olmalıdır, səhvdir. Kineskop düzdür, kirpiç düzdür, ümid düzdür. Profilaktika. Profilaktika səhvdir. Gülüncdə C olmalı, C yox. Onun görə bunun cavabı 1, 5, 6, yəni E variantı olmuş olacaq. Verilən tələblərin üçünə də uyğun gələn sözü müəyyənləşdirin. Yazılış, deyiliş fərqlənir. Çempion, müəllimlik, nifrətlə, təsərrüfatla, təhsilə. Bir hamısını ölür, vurğu üçüncü hecəyə düşür. Təəssüflə, nifrətlə, müəllimlik, çempion, təsərrüfatla, vurğu üçüsü olmalı, düzdür. 1, 2, 3 ödəyir. 1, 2 ödəmir, 1, 2, 3, 4 ödəmir. 1, 2, 3 ödəyir, 1, 2, 3, 4 ödəmir. Deməli, 3-ün çıxdıq, 2-nə cavab qaldı. Səslərin və rəflərin sayı bərabərdir. 1, çempion. Aha, çempionda araya bir dənə Y artırılır, düzdür. Çempion olur. Burada bərabər deyil. Səsin sayı çoxdur. Amma təəssüflə də Ənin biri düşür. Axırda bir dənə N əlavə olunur. Burada 3-cü hecədir. Ona görə 19-cu cavab olmuş olacaq A variantı. Tələffüz şəkli verilmiş sözlərin hansıların yazılışını iki cür düşünmək olar. Aha, körpü, körpə düşünmək olar. Quzuya bir cürü, cücü. Bunu cücü və cücə kimi düşünmək olar. Bunu bölgü və bölgə kimi düşünmək olar. 1, 3, 5, yəni 20-ci cavabı B olmuş olur. Bəstəkar olur. Bəstəkar, dövlətdir, bu formada olur. Oxşar cəhəti soruşur. 3 cingiltili samit işlənmişdir. 1, 2, 3 doğrudur. 1, 2, 3. Bu da doğrudur. Təyirlə bağlı oxşar cəhəti. 3 cingiltili samit var. Səhvmi saydıq? 1, 2, 3. 1, dövlətdir. 1, 2, 3. Bir saniyə. Zəng gəlirdi. Deməli belə, zəncə görə dayandırası oldum. Baxaq görək burada nəyi səhv edirik biz. Bəstəkar. Gəl sayaq. 1, 2, 3 dənə cingiltili samit var. 1, 2, 3, burada 4 dənədir. Deyirəm axı, A ödəmir. Qapalı dodaqlanmayan incə saytlar işlənib. Bax, məsələn, birinci sözə qapalı sayt yoxdur. Hər iki sözdə hançqanı pozulub. Bəstəkar, dövlətli də pozulub bunda çıx. Yazılış deyiliş arasında bir fərqli məqam var, bəli. Sözlərin vurğuları müxtəlif hecələrdir. Bəstəkar, dövlətli, xeyr. İkisində də elə 3-cü hecələrdir. Ona görə 21-ci cavab olur D variantı. 22 ilə davam eləyək. Təsadüf. Təsadüf. A uzanır, vurğu düşür axıra. Təsadüfi yenə A uzanır, vurğu düşür sona. Təsadüfən uzanma yoxdur, vurğu düşür ikinci hecəyə. Demişəm bu sözləri sizə ki, ən olanda vurğu qəbul eləyən hecə, uzun tələffüz edilən hecə uzun tələffüz olunmur. Hər üç uzun tələffüz olan saytlar xeyr. Məsələn, burada uzun tələffüz yoxdur. Hər üçünə səs artımı var, xeyr. Hər üçünə yazılış fərqlənir, xeyr. Hər üçdə vurğu incə saytların üzərinə düşür. Təsadüf, təsadüfi, təsadüfən. Burada qalan saytın üstə düşür. Bunun açıq. Vurğuları müxtəlif hecələrdir. Təsadüf 3, təsadüfi 4, burada 2. Onun görə cavab olur E variantı. Tələffüz formasına verilən sözlərin birinin yazılışı iki cür düşünülə bilər. Yazdır. Bunu elə bir cür düşünmək olar. Yarışdı. Bunu yarışdı feil kimi düşünmək olar. Bir də yarışdır ismi kimi düşünmək olar. Xəbər şəkilçisi qəbul edilmiş isim kimi düşünmək olar. Onun görə bunun cavabı B-dir. Köçürdünü bir cür, köçürdür deyə bilmirik də. Yaranı bir cür, qaranı bir cür. Cəldlik sözünün fonetik təhlili. Cəld, dik. Bu formada olur. Səhv soruşur.
İki fərqli məqam var. Görürsünüz 3 dənədir. Ona görə bir səhvdir. Cəngitli və kar samitlərin sayı eyni deyil. Baxaq 1, 2, 3. 3 dənə deməli 1, 2, cəld, dik. 3 dənə cəngitli var, 2 dənə kar var. Eyni deyil, doğru. Samitlərin ikisinin kar qarşılığı yoxdur. Cəld, xeyr, birinin kar qarşılığı yoxdur. Y samitlərin kar qarşılığı işlənib, düzdür. Axırda xışdıq tərəf sonra da y-nin qarşılığı. Kar cəngitli samit üstü işlənmişdir. Cəld, dik. Bu sualın cavabı nə olacaq? Baxaq görək bir. Kar cəngitli samit üstü işlənməyib, işlənib də düzdür. T-dır var burada. T-dır. Ona görə 5 deyilsə 1, 3, 5 var ilə cavab var. E variantı. Daha sonra davam edək. Hansı sözlərdə saitlərin ikisi uzun tələffüz, saitlərin ikisi uzun tələffüz olunur? Naməlum 2 dənə, narahat 1 dənə, nalayiq 2 dənə, dəvətnamə 2 dənə, nadinclik 1 dənə. 1, 3, 4, yəni C variantı olmuş, olur. Azadlıq. Səhv soruşur. Saitlə başlayıb kar samitlə bitir. Doğrudur, saitlə başlayıb kar samitlə bitir. Kar samitlər, cəngitli samitlərin sayıcı çoxdur. Baxaq. Deməli, Z cəngiltilidir, D cəngiltilidir. 2 dənə düzdür. Başqa var. T-la X-da kardır. Ona görə elə çox deyil də bərabərdir. Cavab B variantıdır. 3 fərqli məqamı yazmışam. Sonuncu hecalar doğrudur. Morfoloji prinsip pozulmayıb. Düzdür. Morfoloji prinsip odur ki, şəkilçi hansı qanuna uyğun aparılıb. Bax, azadlıq. Sonuncu sait qalındı. Qalın saitlə başlayıb heca artırılıb. Deməli, morfoloji prinsip pozulmayıb. Tələffüzü 3 fərqli məqam olan sözü müəyyənləşdirin. İgidlik. İgid. Baxın. İgid. Dik. Cavabı ora variantı. Sənətkarlıqla 4 dənədir. Qonaqlıq 2 dənədir. İtaətkarlıq 2 dənədir. Nadinc 1 dənədir. Axıradıcı olursa. Verilən fikirlərin hansı doğrudur? Bir hərf müxtəlif səsləri ifadə edilə bilməz. Onlar məsələn q-nı verə bilər, x-nı verə bilər, ğ-nı verə bilər. Riayət və qiraət səs artımı müşahidə olunur. Riayətdə olunur, qiraətdə olunmur. Kar samitlərin yaranması səslə iştirak edir, etmir. Bir sözdən həm səs düşmə, həm də səs artımı ola bilər. Ola bilər məsələn təəccüblə. Mələk fələk sözlərinin saitlə başlayan şəkildə çarxda ki əvəzən baş vermir. Səhvdir, baş verir. Bəs bu nə olur? Hə, ola bilər deyir də. Ona görə D-ni düzgün götürək də. Həm səs artımı, həm səs düşmə ola bilər. Ona görə 28-in cavabı olsun D. 29. Hansı sözlərin yazılışı düzgün tələffüzə yanlış verilmişdir? Bu da maraqlı suallardan biridir. Vaxt aşırı, vaxt aşırı. Deyir ki, yazılışı düzgün tələffüz səhvdir, düzdür? Düzdür, baxaq indi. Vaxt aşırı, vaxt aşırı bu da olmalıydı, səhvdir, biri götür. Üstdəki bu doğrudur, işimiz yoxdur bundan. Təsadüfən. Təsadüfən. Baxaq görək bir. Təsadüfən dedik, axı biz uzanma yoxdur, düzdür? Bu uzanmanı səhv göstərib. Vurğu olmalıdır, uzanma olmalıdır. Teleteatr problemi yoxdur. Hətta teleteatr bitişi yazılmalıdır. İtaətkarlıqda da bura y-nı naxaq əlavə edib. Ona görə cavab elə 1-3-5 C variantı olmuş olur. Hansı sözün yazılışını 2 cür düşünmək olar? Dimdik bir cürdür. Bunun dəvətdir. Ədavətli olacaq bunun cavabı. Ədavətli belə tələffüz olunacaq. Bir də ədavətdir belə tələffüz olunacaq. Yazdığın r-sı olmasaydı 2 cür düşünmək olar. Burada dır olduğu kimi qalırsa, sən bil ki 100% bu leksik şəkilçiymiş. Aha. Çünki qrammatik şəkilçi olsa r orada düşərdi. Para olimpiya. Para olimpiya olmalıdır. Bunun yazılışı ümumiyyətlə səhvdir. Paraşüt buna yazılışı səhvdir. Pnevmoniya vurğu üçün cəzarı. Elə cavab olur 31-ci variantı. Pilləkən yox, pilləkən olmalıdır. Pantomima da vurğu 4-cü hecaya düşmür də. Pantomima vurğu düşür 3-cü hecaya. Ona görə bu da səhvdir. Cavab olur. Sərbəstdir sözün tələffüzünə baxaq görək necə olur. Birincisi burada t düşməlidir. Sərbəstdir. Bir də r düşməlidir. Yaxşı. Uyğun olmayanı soruşur bizdən. Baxaq indi. 2 səs düşümü var. Bu doğru fikirdir. Qarşısına doğru yazıb bir problem yoxdur. D səsinin kar qarşılığı işlənib. D-nin kar qarşılığı t-dır, düzdür. Sərbəstdir sözündə
T varmı? Yoxdur. Səhvdir. Qabağına doğru yazıb belə cavab B-dir. 2 sonar səs işlənib. R-nı görürsüz. Yox, bir dənə sonar samit işlənib. Amma səhvdir. Düzü səhv demək elə özü doğru deməkdir. Chargingli samit üslüyü işlənib. Chargingli samit üslüyü yoxdur. Amma qabağına yanlış yazıb düzdür. Müxtəlif saytlar iki müxtəlif məqamda oxşarlıq var. Bəli, söhbət ə-ini gedir. Ə-dən gedir. Bəli, ikisi də incədir və ikisi də dodaqlanmayandır. E-də doğrudur. Qabağına doğru yazıb. Hansı sözlə səhv yazılmaz saytla bağlıdır? Casusluq ana yazılmalı. Calal ana yazılmalıdır. Şahanə yenə ana yazılmalıdır. 1, 2, 5 var. 1, 2, 5 A variantı. Gizitçənlik. Gizitçənlik belə tələffüz olunur. Gizitçənlik bu formada. Aha. Kəmiyyət fərqi yoxdur. Doğru fikirdir. Sən doğru davam etdirməsən. Ş səsinin cingiltili qarşılığı işlənib. Ş-nın qarşılığı J-dır. Burada J yoxdur. Klasteri tamamlayan. Bir səhvdir. Chargingli samit üslü işlənməyib. Gizitçənlik doğrudur. Götür. Y səsinin cingiltili qarşılığı işlənib. Y-nın cingiltili qarşılığı. Y-nın qarşılığı işlənib. Cingiltili sözü səhvdir. Niyə? Çünki Y-nın qarşılığı xışdıqdır. Bu da kardır. Eyni hərf müxtəlif səslər ifadə edir. Gizitçənlik. Bəli, məsələn, ikisinə Ç hərfi var. Görürsünüz? Ç. Biri C olub, biri xışdıq olub. 4-də düzdür. Bunun cavabı 2, 4. Yəni D variantı olmuş olur. Davam eləyək. Hərarət ölçən fərq yoxdur. Həcmcələ bir dənə axıra ortaya E əlavə olunur. Doğrunu soruşur. Düzü yazılış deyir fərqlənmir. Bir doğrudur. İncə açıq dodaqlanmayan sayt var. İncədir, açıq dodaqlanmayandır. Bu da incə açıq dodaqlanmayandır. 2 ortada olmalı deyə səhvdir. Vurğu birinci hecadır. Hərarət ölçən vurğu axırdadır. Bir də deyil. Cingiltili qarşı olmayan samit işlənib. Cingiltili qarşı olmayan samit işlənib. Burada X var. Burada X var. Düzdür. 4 ortaqda götür. Tərkibində həm açıq həm qapalı sayt işlənmişdir. Həcmcə düzdür. Araya bir dənə E əlavə olunub baxı. Amma birinci sözdə qapalı sayt yoxdur. 5-də götür. Nə oldu? 1, 4, 5 var. Elə vardı. 35-in cavabını A deyək. Amma davamına da baxaq. Sözdə cingiltili samitlər kəmiyyətcə çoxdur. Cingiltili samitlər kəmiyyətcə çoxdur. Amma bu ortaq olmalı deyə altda səhvdir. Hərarət ölçənlər çoxdur. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 1, 2, 3. Hər ikisi çoxdur. Ona görə ortaq olmalıdır. 36. Verilən tələffüz nümunəsinə əsasən doğru fikir mənəşdirin. Hərarətdir. Bunu iki cür düşünmək olar da. Hərarətli və hərarətdir. Hər ikisinin tələffüzü belə olur. Düzdür? Müxtəlif diksiyası kimi düşünmək olmaz. Fikri yanlışdır. Hərarətdir desən isim olur. Hərarətli desən sifət olur. Ona görə A-nın ağdı çıx getsin 36-da. Əminlə demək olar ki, L-D əvəzləməsi baş verib. Niyə L-D əvəzləməsi? Baxın, belə deyim də sizə. Deyir, əminlə deyə bilər ki, L-D olub. Bu yazılış olsa əminlə deyə bilərsən. Amma bəlkə bu yazılışdır. Buradakı L-D olmayıb. Bura sadəcə R düşüb. Sözün yazılışına 3 dənə R hərfinin olduğunu dəqiq demək olar. Xeyr. Dəqiq demək olmaz. Hərarətli olsa başqa cürdür, hərarətdir olsa başqa cürdür. Hərarətdir olsa 3 dənə R var. Söz 2 fərqli şəkildə yazılsa da səs tərkibi sabitdir. Bəli. 2 cür yazılsa da bu cür tələffüz olunur. Ona görə cavabın D-dır. 3 sonar samit işlənmişdir. 3 sonar samit işlənməyin tələffüz yazılışı əsasən müəyyənləşdirə bilərik. Yazılışda 2 cürdür. Dəqiq deyə bilmərik. Bunları sənə dosyanı deyirəm cümləsindəki sözlərin fonetik təhlilə aid olanı soruşur. Düzdür? Birində səs düşümü müşahidə olunur. Bunları sənə dosyada T düşür. Bir doğrudur. Bütün sözlərə haşqanıb gözlənilib. Bunları sənə dosyana deyirəm. 2 də doğrudur. Aha. 1-2-sə gəlin elə 4-dən 5-ə baxaq. Bütün sözlərdə vurğu son əzələ düşür. Bunları nağda bilirsiniz dosyana sözü elə bil ki, burada yana zərf düzəldən leksik şəkildir və vurğu qəbul baxaq ki, dosyana. Hə, yox, bu yana aid deyil axı. Bunları sənə dosyana deyirəm. Deyirəm sözünə vurğu ikinci hecədə. Çünki şəxs şəkilçisi vurğu qəbul eləmir. Düzdür? 4-ü çıx. Sözlərdən ikisindəki bütün samitlərdə də səs selləri iştirak edir. Yəni cingiltili demək istəyir. Bunları hamısı cingiltilidir. Deyirəm hamısı cingiltilidir. 5-də doğrudur. 1, 2, 5 elə 37-nin cavabı A olmuş olur. 38 ehtiramla sözündə bilsiniz ki, burada H-tının fərqlənmir. Ümumiyyətlə H-tılar fərqlənmir.
istisna olaraq möhtərəm və möhtəşəm sözlərinə h-tıdalı da t-dı olur. Başqalarına fərqləmir. Onca ehtiramla sözünə ehtiramla kimi tələffüz olunur, amma h-tılara fərq olmur. Sənə aid olan soruşur, düzdür? Baxaq, belə fərqlə olmayacaq, çünki d olmamalıdır. Son hecaya düşür, xeyr, ehtiramla sondan əvvələ düşür, lalə vurğu qəbul eləmir. Bütün sonlar səslər işlənib, ehtiramla. Görürsünüz, l, n olur axı, bütün sonlar var deyə bilmərik, l yoxdur. Sözün kökü fərqli tələffüz edilmir. Düzdür, sözün kökü ehtiramdır, bu da olduğu kimi qalır, cavabdır. Kəmiyyət fərqi olsa keyfiyyət fərqi yoxdur. Xeyr, keyfiyyət fərqi var, elə kəmiyyət fərqi də var. Keyfiyyət fərqi nədir? L olub, n. Kəmiyyət fərqi nədir? Bir dənə axıra n əlavə olunub. 39. Hazırlıq olur. Hazırlıq bu formada olmuş olur. Təhlilinə aid olan bizdən soruşacaq. Sözün birinci hecasında səs sonması var. Hazırlıq. Nəyə soruşur bizdən? Aid olan hazırlıq. Hazırlıqda uzanma yoxdur. Ona görə A səhvdir 39-da. Kar samitlə başlayıb cinitli samitlə bitir. Xeyr, elə x kardır. Fərqli tələffüz yalnız leksik şəkilsədir. Hazırlıq. Düzdür, leksik şəkilsədir. Kökdə deyil. R, l kimi sonar səslər işlənib. Hazırlıq. L yoxdur, axı r olur. X samitin cinitli qarşılığı var. X-nın qarşılığı g-dır. Burada g yoxdur. Ona görə 39-un cavabı ilə c olmuş olur. 40. Vurğuya əsasən məntiqi acılıq. Filtrli, orbital, filtrli, orbital, orbital, filtrli, orbital. Bizə vurğu 3 lazımdır, düzdür? Ordenli 1-dədir, ofsunlamaq 3-dədir, ornament 2-dədir, oyaq 2-dədir, oyuncaq 3-dədir. Ofsunlanmaq, oyuncaq, ofsunlanmaq, sonda yox. Deməli, 1, 2, 1, 2, 3, bizə 4 lazımdır. 1, 2, 3, 4. Elə ofsunlamaqda 4-də deyə cavabın olur B. Hansı sözün tələffüzünə əsasən aid olan hissəsini dəqiq söyləmək olmaz? Bunu da dəqiq söyləmək olmaz. Bu dadlı da ola bilər. Bir də daddır. Bu formada ola bilər. Ona görə cavab adı. Hansı sözün tələffüzə iki cür düşünmək olmaz? Yazarlar, yazarlar, isim olsa r'lar, feil olsa l'lar, qatarlar, qatarlar, açarlar, açarlar, çaparlar, çaparlar. Amma oxşayarlar bütün halda feildir deyə oxşayarlar. Bunu l kimi düşünə bilərsən, r kimi düşünə bilmərsən. Eqai hissəsini və ətlə qalmış sözlərin fonetik təhlilinə əsasən Venn diaqramdakı doğru fikirlər bizdən soruşur. Davam eləyək testimizi. Eqai hissəsinə belə tərəf olunur. Bu da belə tərəf olunur. Doğrunu soruşur. Yazılış və deyilişi fərqlənir. Bir ortaya yazılmalıdır. Çünki hər ikisi yazılış deyiliş fərqlənir axı. Biri çıx variantlarında, bir də getdi. Səs düşümü, səs artımı. Səs düşümü var, t düşüb, səs artımı var, y əlavə olunub. İkini götür. Amma burada elə bir şey yoxdur. Vurğu sonuncu hecadır. Eqai hissəsinə. Bu casına vurğu qəbul eləmir deyə vurğu sonda ola bilməz. Onca 3-də çıx. Nazca 3-də çıxaq buradan. 3 çıxmışıq. Elə cavab avtomatik qalır D variantı, düzdür? Görürüz burada 2-ni götürdük. 1-i və 3-ü çıxdı. Cavab alındı. Cavab qaldı D variantı. Düzdür? İndi gəlin məsələn nəyə baxaq? Vurğu sonuncu hecadır, bunu çıxdıq. Kar qarşılamayan samit işlənib. Belə hər ikisində kar qarşılamayan samitlər. Burada n var, burada n var. Ona görə 4 doğrudur. Eyni samitlər müxtəlif səslərə çevrilib. Bəli, burada eyni samit müxtəlif səslərə çevrilib. Məsələn, l-ları görürsünüz. Biri d olub, biri olduğu kimi qalıb. Sözdə cinitli samitlər kəmiyyətcə çoxdur. 1, 2, 3, 4, 1, 2, 3. Bu altda orta olmalıdır, ona görə səhvdir. Yəni ortada yazılmalıdır burada. Hansı cümlədə bütün sözlər orfoqrafik cəhətdən düzgün yazılmışdır soruşur. Düzdür, baxaq. Olan bir atlaz köynək, yaraşan gül əndama. Bura səhv yazan söz yoxdur. Biri götürür.
Gümüşüm tunc oldu, zər, ziban, bez, qəlb çıxır aldığım. Saxta deməkdir. Saxta da bına yox, pına yazılmalıdır. Onca ikini götür, səhv yazılmış kimi. Daha doğrusu çıx da, bu səhv yazılıb. P olmalıdır. Savadlı gənclərin bəyazı olardı. Bu bəyazlara ana dilindəki bəyaz yox, bayaz olmalıdır kitab mənasında. Nəfs yox, nəfis olmalıdır. 4-də səhv yazılan yoxdur. Burada kompaniya yox, kampaniya olmalıdır. Onca 1-4C. Yazarlar feilinin fonetik təhlili. Yazarlar feildir deyə yazarlar belə bir forma tələffüz olacaq. Dilarxası və gen saytlər. Dilarxası qalındır, gende açıq, düzdür? Qalın açıq saytlər var. Amma sən səhv soruşur deyəsən bir avtomatik çıxırsan, düzdür? Sözün ilk hecası samitlə bitir. Yazarlar. İlk iki hecası samitlə bitir. Bəli, yazarlar. İkinci və üçüncü hecası samitlə bitir. Sözün səsləri tərkibi kəmiyyət ceyni keyfiyyətcə fərqlidir. Kəmiyyət ceyində düşmə artma yoxdur, keyfiyyətcə fərqlidir. Məsələn, r olur, l. Yazarlar bu formada yox, isimlər belə tələffüz, isim olsa da belə olardı. Bu yazarlar kimi tələffüz olunur. Kar qarşılıq ilə samitlərin üçü də eyni samitdir. Yazarlar yox, niyə axıda r var, r da müxtəlifdir. 4-5 D variantı. Hansı cümlə bütün sözlər orfoqrafik cəhətdən düzgün yazılıb deyir. Baxaq. Düşdükçə o istəkli səmtə nicahım, əflakə ucaldı. O zaman şöyle yaxın, bir də problem yoxdur. Çocuq almamış bir dəfnədir. Dəfinə olmalıdır da xəzinə mənasında. Dəfinə olanda bitki olur. O Lavrov istəyir sizə. 2 səhvdir, 2-ni çıxın. Gördü ayı kəndli çəkir zəhməti, var əcəb asudə, asan sənəti. Burada bir şey yoxdur. Nə işdir ey fələk, dildarı dildarından ayırmaq, cəfakar aşıqı yarı vəfadarından ayırmaq. Aha, maraqlıdır. Burada nə idi səhv? Nə işdir? Bunun r'sını yazmayıb da, düzdür, r'sını yazmalıydı. Ona görə 1-3 variant olmuş olur. 47. Altına xət çəkilmiş hansı heca 2 şəkildən ibarətdir? Barışdıq. Bir hecadır, amma d-q 2 şəkilçi var. Alovlamaq feili yoxdur. Burada lam bütövdür. Qarşıla, qarşılaş 2 şəkilçidir. Məktublamaq yoxdur. Bunda açıq. Qızar, qızartır bu formadır. Elə 1-3-5 B variantı olur 47-ci cavabı. 48. Sözlərin səs dəyişmənin kəmiyyət ardıcıllığını gözləməklə tap, dalamaq bir dənədir. Adikalon, adikalon 2 dənədir. Cəlt, dik. Cəlt, dik. Burada da 3 dənədir. Elə bunu yazmağa ehtiyac yoxdur. Elə burada bir dənədir, burada 2 dənədir, burada 3 dənədir. Baxaq. Asan səlis burada ümumiyyətən yoxdur. Düzdür, anı çıxaq gəlin cavablara. Manastır A olur. Tramplin I əlavə olunur. Burada bir dənədir. B-ni yaz bura. Düşünmək 2 dənə. Heyf, silənmək. Burada 2 dənə. Düzdür. 2 dənə cında yaz bura. Daha sonra davam eləyək. Cah, calal fərq yoxdur. D-də çıxın cavablardan. Bu da getdi. Fəhimlə, təəssüflə. Buradan da baxın. Bura I əlavə olunur. L olur, N, bir dənə də N gəlir. Burada ə düşür, L olur, N, bir dənə də N əlavə gəlir. Burada 3 dənədir. 3-ü də yaz bura. 1 B, 2 C, 3 E. Cavab olur D variantı. 49. Şücaət, qiraət, riayət. Bir dənə riayətdə Y əlavə olunur, riayət. Aha, fərqlənərsə yazıla bilər soruşur bizdən, düzdür? Heç birin tərəfsə Y iştirak etmir, səhvdir, riayətdə var. Kar zəngli samit üstü işlənmişdir. Məsələn, qiraətdə yoxdur. Kar samitlər zəngli samitlərin çoxdur. Kar samit zənglərin çoxdur. Niyə qiraətdə məsələn 2 dənə zəngli var? Səs uzaması səs artmasına səbəb olur. Səs uzanması səs artımına səbəb olur. Maraqlıdır. Belə bir şey yoxdur. Uzun tələffüz olma eyni hecadır. Şücaət 2, qiraət 2, riayət. Hamısına ikinci hecadır. Onun üçün cavabı o variantı. Sonra
qışlamaq sözü qışlamaq kimi tələffüz olunur. Qışlamaq. Aid olan soruşur bizdən, düzdür? Baxaq. İki fərqli məqam yalnız arif qrammatik şəkildə niyə qışla burada leksikdir. Cincitli samitlə başlayıb cincitli samit xeyr çarnamidir. Sonor samitlə deyiliş yazılışı dəyişmir. Niyə? L olurdu. Samitlərin hamısı dodaqlanmayan açıqdır. Niyə? I qalındır. Daha doğrusu qapalıdır. Yazılış deyiliş iki fərqli məqam var. Bəli, iki dənə fərqli məqam var. Məhsul sözünün fonetik təhlili, şöhrətli sözünün fonetik təhlili. Məhsulda fərq yoxdur, şöhrət deyil. Burada bir dənə fərq var. İndi baxaq ki, bunun cavabı nə olacaq? Deməli, kar qarşılığı olan və olmayan cinsli samit var. Bəli, m və h. Daha sonra baxaq şuraya bir kar qarşılığı olan və olmayan samit var, düzdür? Baxaq. Cədvələ əsasən uyğun fikirləri müəyyən. Kar qarşılığı olan və olmayan cinciltili samit bizdən istəyir, düzdür? Bax, kar qarşılığı olmayan cinciltili samit budur. Bəs kar qarşılığı olan cinciltili samit var? Yox. Ona görə bir niyə götürək axı? Biri çıxmalıyıq avtomatik, düzdür? Cinciltili qarşılığı olan və olmayan samit işlənib, s-nın qarşılığı var, h-nın qarşılığı yoxdur. İki doğrudur. Yazılış və deyilişi fərqlənmir, düzdür. Kar və cincitli samit üslü işlənibdir. Şöhrətdir, t-dır var, doğru. Saitlərin yalnız bir məqamda ortaq cəhəti var. Ö, ə, i, hamısı incədir, ortaqdır, başqa ortağı yoxdur. Səs düşümü yoxdur. 2, 3, 4, 5, C variantı. 52. Dəqiqə, i uzanacaq, yaxşı. Aid olan soruşur. Aid olan fikirlərdən biri doğru yanlış olma baxımından necə fərqlidir. Sözün tələffüzü dəqiqə, xeyr, belə olmur, bu yanlışdır. Tələffüz zaman səs usanması yoxdur, xeyr, olur, yanlışdır. Tələffüzdə k səsi var, xeyr, yoxdur, yanlışdır. Samitlərin heç bir halda ortaq cəhəti yoxdur. Niyə? Hamısı cinslidir, yanlışdır. Fərqli saitlərin iki halda ortaq cəhəti var. Belə, ə ilə i-nin iki halda ortaq cəhəti var ki, hər ikisi incədir və dodaqlanmayandır. Onun görə cavab olur, variantı. Kitabı sözünü fonetik baxımından yanaşılanda aşağıdakıların hansından ötürü yerinə yaza bilər? Məsələn, əxlaq kitabı olmalıydı bu. Səhvdir. Xörək xıştrik olmalıydı. Dilək yox xıştrik olmalıydı. Uşaq x olmalıdır, amma hüquq düzdür, ona görə cavabçıdır. Yəni ki, boşluğa kitab sözünü yazın, görün hansı uyğundur. Qorxuncdur. R düşür, c olursa. Fonetik təhlillə bağlı uyğun olan bizdən soruşur, düzdür? Baxaq. Cinsli samitlə başlayıb, cinsli samitlə bitir. Xeyr, saitlə bitir. Uyğun olan. Bir çıx, bir yanlışdır. Birlər avtomatik getdi. Vurğusu leksi şəkildə olan hecaya düşür. Qorxuncdur. Qorxuncdur. Burada unc olan hissəyə düşür. 2 doğrudur, düzdür? 2-ni götürək. 4 cinsli 2 kər samit olan sözdə c samitinin qarşılığı işlənib doğru. 4 cinciltili q, r, n, d. 2 dənə də kar, x-nan, ç, düzdür? C-nin də qarşılığı işlənib, 3 də doğrudur. Bunda çıxdıq. Kar qarşılığı olmayan 2 cinsli qarşılığı olan 2 kar samit işlənib. Kar qarşılığı olmayan 2 cinciltili r, n, düzdür? Cinciltili qarşılığı olan 2 kar. X-nan, ç. Bu doğrudur, amma yanlış deyib deyə bu yanlışdır. 4-də çıxırsınız. Elə cavab qalır 235, yəni 54 olur elə D variantı. Buxovlamaq sözünün fonetik təhlilinə əsasən düzgün yerləşmə. Buxovlamaq bir dənə axırı x olur, buxovlamaq. Yazılış deyiliş fərqlənər, səs usanması, səs düşümü yoxdur, bir doğrudur. Bir məqamda səs dəyişməsi, bir məqamda isə səs düşümü başlayır, xeyr, səs düşümü yoxdur. Səs usanmasına səbəb olan səs usanması yoxdur. Cinsli qarşılığı olmayan samitə rast gəlinmir. Cinciltili qarşılığı olmayan samitə rast gəlinmir, bəli. Cinsli qarşılığı olmayan samit x-dır, x da yoxdur. Düzdür, səhvdən səhvi, düzdən düz götürüb 1-3, 55-in cavabı olur, E variantı. Yazılışı doğru olan söz dalğavari. Dalğavari. Bunun yazılışında bir problem yoxdur, düzdür, dalğavari. Debütant olmalıydı. Qada bala olmalıydı, bəla yox. 2 ilə 3 avtomatik çıxaq cavablardan. Elə 56-cı cavabı qalır.
C variantı. Dərdli və dərddir götürə bilərsiniz. Bir də yamandır, yamandır. Yamanmaq feili kimi götürsəz, bu da qurursa iki cür düşünülə bilər. Bir də yaman sifətində dır xəbərli şəkildə artırır, son arası düşür. Vurğu ilə bağlı verilmiş fikirlərin doğru olanların sayını lar şəkilçisi, zaman şəkilçisindən sonra əsasən vurğu qəbul etməz, doğrudur. Doğrudur. Ma-inkar şəkilçisi olaraq qeyri-qəti gələcək zamanda vurğu qəbul edir, yanlışdır. Orada elə bil ki, vurğu saytın üzərinə düşür. Elə bilirlər ki, inkarın saytıdır. Amma inkarın saytı deyil, zamanın saytıdır. Xitabla sözlə vurğu həmişə sonuncu hecayin bir öncə hecaya düşür. Xeyr, sabit də qala bilər. Məsələn, çağırış nəsindən işləyəndə sabit qalır. Mal leksi şəkildə olaraq vurğu qəbul edə bilər, doğrudur. Bəzi feil şəkillərin sonra lar şəkildə vurğu qəbul edə bilər, doğrudur. Neçə dənə doğru var? 1, 2, bir də burada 3 dənə də doğru cavab, 10 cavabı olur, 57-ci cavabı olur elə A variantı. Kabel 1'ə düşür, brigada 2'ə düşür, atlas 1'ə düşür, fonetika 2'ə düşür. Ellipsis 1'ə düşür, brigadir 2'ə düşür, esse 3'ə düşür, esse 2'ə düşür, elliptik sona düşür, beşəri sona düşür. Bizə deməli 1 2 1 2 bura 1 lazımdır, bura 2. 1 ellipsisdir, 2 də essedir. 1 3 cavabı o variantı. Brigadir də 3'dür, elliptik də 3'dür, beşəri də 3'dür. İnsanlıq, insan işi. Bunun məntiqi budur ki, G olur G. Çünki özün sonra sayt gəlib, düzdür? Ona görə insanlıq. Çünki sayt gəlib, düzdür? Doğru. Söz kar samitlə bitir, xeyr, cingilti samitlə bitir. 2 kar 3 cingiltiri baxaq. S kardır. 3 cingiltiri yoxdur. 2 kar yoxdur da. Ona görə 2-ni də çıxın. Davamına baxaq. Gəlin 1-dən 2-ni çıxaq ki, bunlar getdi. 4-dən 5-ə baxaq. X samitin cingiltiri qarşılığı işləyib. X-ın qarşılığı G-dır, doğrudur. Amma buradan yanlış götürməliyik. 4-ə çıxın, cavab qalsın 59 ilə B variantı. G samitin kar qarşılığı X-dır, X-da yoxdur. Yaşlı sözünün təhlilinə aid olmayan cəhəti. Yaşlı kimi düşünə bilərsiniz. Yaxşı. Yaş 59-a B demişdir, düzdür? Aha, yaşlı. Belə tərəf sonuç. Olmayan soruş səndən. Baxaq indi. Yazılış dəyişik fərqlənən bu sözdə qarşı olmayan samit işlənib, qarşı olmayan samit yoxdur. Sözün düzgün tələffüzü başqa bir sözün tələffüzü yenilik təşkil edir. Bəli, bu yaşlı, yaşlı və yaşdır. Yaşdır yazsaq, R düşəcək, o da bu format tələffüz olacaq. 2 doğruda çıx. Səs dəyişimi olan sözdə xəbərə şəkilçisi qoşulsa vurğu dəyişəcək. Yaşlı, xeyr. Xəbər şəkilçisi qoşulsa vurğu qəbul dəyişməyəcək, çünki xəbəri vurğu qəbul eləmir. Tələffüz yazılış samitlərinin növləri sayıca dəyişmir. Yaşdır. Növ dəyişmir, çünki elə L, D olur. D da cingiltirir, L da cingiltirir. Sonra nə qaldı? Vurğu son hecada olan yaşlı sözdə saytlərin oxşar xüsusiyyətləri yoxdur. Niyə yoxdur ki? Hər ikisi qalındı, məsələn, dodaqlanmayandır. O cürlə 1, 3, 5 desə, 60-cı cavabı idi. Dadlanmaq və gerçəkli sözlərin fonetik təhlilinə aid ortaq cəhət, fərqli cəhət heç birinə aid deyil. Baxaq. Görək dadlanmaq necə tərəf olunur. Dadlanmaq belə olur. Gerçəklik belə olur. Yazılış tələffüz arası fərqlər sait səslərin sayı ilə eynidir. Bax, fərq 1, 2, 3 dənədir. Sait də 1, 2, 3 dənədir. Amma bura fərq 2 dənədir, sait də 3 dənədir. Ortaq cəhətdir, fərqli cəhətdir. Ona görə A nağdı fərqli cəhətdir, düzdür? Cingiltili samit özünün kar qarşılığına keçib. Baxaq, burada L-D olub, G-X olub, L-nın qarşılığı yoxdur, G-nın da qarşılığı G-K-dır. Burada ki, xışdırqa keçib, bunların da qarşılığı deyil. Ona görə bu heç birinə aid deyil. B-ni yaz bura. Sözdə hərf və səs tərkibi kəmiyyət ceynidir. Tələffüz fərqi birdən çoxdur. Cingilti baxaq. Sözdə hərf və səs tərkibi kəmiyyət ceynidir. Bu doğrudur. Tələffüz fərqi birdən çoxdur. Bu da doğrudur. Ona görə ortaq cəhət ilə C-ni yazın. 1 C, 2 A, 3 B. 1 C, 2 görək belə bir uyğunluq varmı? 1 C, 2 ilə hamısı belə ardıcılıqla gedir. Bir dənə bunu çıxırıq. Daha sonra cingilti samitlərin başqa samitə keçməsi var. Baxaq.
Cingiltili samitin başqa samitə keçməsi varmı yoxsa yoxmu? Məsələn, burada q cingiltilidir, x-ya keçib xıkardır. Burada elə kar-kara keçib. Ona görə d-nı da yazaq fərqli cəhətə. Bura. AH qanunu gözlənilir. Eyni hərflər müxtəlif səsi ifadə etmir. AH qanunu hər ikisində gözlənilir. Eyni hərflər müxtəlif səsi ifadə etmir. Eyni hərflər müxtəlif səsi ifadə etmir deyir də, düzdür? Məsələn, birinci sözdə d-lar eyni hərfdə müxtəlif səs ifadə eləyir. Amma ikincidə k-lar eyni hərfdə müxtəlif səs ifadə eləmir. Elə burada da eyni səs ifadə edir, düzdür? Ona görə etmir. Bu heç birinin aid olmayacaq yəqin ki. 1c, 2a-dır. Necə olacaq bu? 1c. Bir dəfə baxaq bu suala. 1c, 2a, 3b. Edə qalmışıq, hə? AH qanunu gözlənilir, doğrudur. Eyni hərflər müxtəlif səs ifadə etmir deyir də, düzdür? Etmir deyirsə ortaq cəhət yazaq da. Bunu niyə etmir? D-lar olduğu kimi qalıb. Burada da k-lar eyni səs ifadə edir. İkisi də x iştiraki ifadə edir, düzdür? Ona görə belə yazsaq belə cavabımız var. C, E, A, D, B var. Hansıdır? C, E, A, D, bəli, D variantı. 61-də cavab olur. D, 62-yə baxaq. Arfaepik. Müəmmada fərq yoxdur, daimidə bir dənə fərq var. Müddəada yoxdur, cərbdə fərq var. İndi bura yoxdur və varı seçirik, düzdür? Söhbətdə yoxdur, fərqli də var. Yəni, o görə cavab elə 62-də olur. A variantı. Burada heç birində yoxdur. Burada elə birində var. Burada tabi heç birində yoxdur. Burada heç birində yoxdur. Tələffüz zamanı baş verən dəyişiklik sayını nəzərə alaraq uyğunlaşdırın. Uşaqlıqdan. Burada 2 dənədir. Uşaqlarla. Burada 3 dənədir. Uşaqca. Burada da 1 dənədir. Kənddən qənaət. Burada görürsünüz, birində var, birində yoxdur. Ona görə A-nı çıxırıq da avtomatik. Bunda fərq var, bunda fərq yoxdur. A-ları çıxsaq nə gedəcək ki? Bir dənə C gedir. Всё. Ehtiramla 2 dənədir. Sürətlə burada da 2 dənədir. 2 dənə hardadır? Burada. Xitab göstər. Burada bir dənədir. Bir dənə də elə buradadır. Hüquqsuzluq. Azadlıq. 3 dənədir, düzdür? Cında yaz bura. Saxlamaz. Saxlamazda yoxdur, ağlayırda var. Bunu da açırıq. A-cıdır. A var və cavab. Yoxsa nətər oldu? Nəyi səhv elədik? A-nı çıxmışıq axı biz buradan. Elə deyil. 2 fərqdə B-dadır da. Bunu biz B kimi yəqin yazmaq istəmişik. B-cıdır. B-cıdır. A variantı. 63-cü cavabda ora var. Hə, A-nı çıxmışdıq axı bayaq. Daha sonra davam eləyək. 64. Verilmiş fikirlərin doğru yanlış olma baxımından tamamlayın. Baxaq. Qalan sahitlər dilin arxaya, incə sahitlər isə dilin ön hissəsini yarar. Doğrudur. Səs düşümlə nəticələnən səs usanması olan sözdə deyiliş yazıcı fərqi olur. Doğrudur. Eynicisi qoşa sahitli sözlərin yazılış deyilişi birindən fərqlənə də bilər, fərqlənmə də bilər. Doğrudur. Məsələn, yazıram ki, görürsünüz, fərqlənmir. Uzun tələffüz olan sözü heç zaman vurul sonuncu hecaya düşmür, düşə bilər, şamil. Yanlışdır. Müxtəlifcəsi sahit yazısı tələffüzü fərqlənməyən sözlər var. Məsələn, müəllim sözü. Bu da doğrudur. Doğru, 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 yanlış, doğru. Doğru, 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 yanlış, doğru ilə 64-də A olur. 65. Şairanə. Nəyi soruşur? Yalnız birinə aid doğru fikir, yalnız ikisinə aid yanlış fikir, heç birinə aid olmayan fikir. Aha, baxaq. Deməli, birinci bunların tələffüzü isə deyəcəm. Şairanə. A uzanır, araya y əlavə olunur. Yandırılacaq q olur x. Dərindən n d olur n. Səs demək l olurdu. 2 olur x iştirik. Düzdür? İndi baxaq bu suala. Baxın. Samit səslərin birinin qarşılığı hərf olaraq mövcud deyil. Düzdür? Düzdür. Bu ikisinə aid yanlış fikirdir. Niyə ikisinə aid yanlış fikirdir? Söhbət y-dan gedir. Y-da elə bil ki, şairanədə y var, yandırılacaqda y var. Dərindən səsləməkdə y yoxdur. Ona görə ikisinə aid yanlış fikir olaraq A-nı yazırsan 2-yə. Eyni cinsi qoşa samit işləməyən bu sözdə sait səsləri, hecələrin sayı fərqlənmir.
Bu heç birinə aid deyil, sən B-ni çıxacaqsan. Sonra sözün tələffüzü cingiltili samitlə başlayır, çar samitlə bitir. Bu yalnız birinə aid doğru fikirdir. Ona görə deməli C-ni yazırsan 1-ə. Sonra cingiltili qarşılığı olmayan samit səslər işlənmişdir. Saitlər və samitlərin sayı bərabərdir. Bu heç birinə aid olmayan fikirdir. Bunu yazırsan D-yə. E qaldı, H qanunu pozulmayıb, sözdə keyfiyyət fərqi müşahidə edilir. Bunu da yazırsan. Yalnız birinə ayrılan doğru fikir. Beləcə 1-ə C-E yazdıq, 2-ə, 3-ə. Bunu bir-bir durub yazmıram. Tələffüzlərini yazmalıyam, uyğunlaşdırmalıyam. Biraz vaxt aparan bir şeylərdir. Amma baxsanız, əsas olur ki, tələffüzlərini bilirsiniz ki, ondan sonra rahat bir şeydir. 66. Hiddət demək belə olur. Məmnunluq. Bu da belə olur. Baxaq. Ortaq cəhət bizdən soruşur, düzdür? Yazılış və deyiliş arasında 3 fərqli məqam var. Məmnunluq. Ortaq cəhət deyir, düzdür? 3 fərqli məqam birində 2 nədir? Axı, bunu çıx. Qalın açıq dodaqlanmayan sait yoxdur. Qalın açıq dodaqlanmayan. Qalındır, açıqdır, dodaqlanmayandır. Buraya ümumiyyətlə heç qalın açıq dodaqlanmayan sait yoxdur. Burada da qalın, açıq dodaqlanmayan sait yoxdur. Bax, burada dodaqlanmayan var, amma qalın deyil. İkini ortaq olaraq götür. Daha sonra tələffüzə 2 fərqli məqam olan vurğusu sonuncu hecanın üzərinə düşür. 2 fərqli məqam var, 2 yoxdur. Birində 2-dir, birində 3, bunda çıxır. Ümumiyyətlə, birindən 3 çıxış görünə qalır. Bu getdi, bu getdi, bu getdi. 4. Cəngitli samitlə bitən bu sözdə səs uzaması mövcud deyil. Hiddətlənmək heç bir cəngitli samitlə bitmir. 4-də çıx, cavab qalsın 2-5. Cədvələ əsasən fərqləndirilmiş sözlərin fonetik təhlilinə aid olan fikirləri müəyyənləşdirin. Oxuculuq, qıdan sonra sahib cəhətliyə q olur. Düzdür, oxuculuq istəyi. Bəstəkarlıq həvəsi, bu da qıdan sonra samit cəhətliyə x olacaq. Eyni samit 2 dəfə işlənmişdir. Oxuculuq, eyni samit 2 dəfə işlənmir, çünki q olur. Biri çıx, düzdür? Biri çıx, baxaq indi. X-kar samitdir, oxuculuq cingiltili qarşılığı q-dır. Bəstəkarlıq. Bu x-kar samitin cingiltili qarşılığıdır. Burada da x var, burada da x var. Düzdür, ona görə 2 ortaq olmalıdır, onda çıx. 1-lə 2-ni çıx, bu getdi, bu getdi, bu getdi, bu getdi. Avtomatik sənin cavabın qalır 67-də. D variantı. Deməli, 4-dən 5 seçirik. Fərqli sonlu samitlər işlənmişdir. Bəstəkarlıq. Fərqli sonlu samit yoxdur. R-lar qalır. 3-də çıxırsan buran gedir. Söz sonunda q samitinin çar qarşılıq işlənib 4 doğrudur götürürsən. Şəkiyyətcə yalnız birinin tələffüzü fərqlənir. Oxuculuq, bəstəkarlıq 5-də götürürsən. Səs salınması olmasa da söz kökündəki səs dəyişimi mövcuddur. Oxucu, bəstəkar. Bu ortaq olanmaz çünki oxucuda bir şeylər yoxdur. Yəni söz kökündə dəyişiklik yoxdur. Oxu sözündə fərq yoxdur. Əhəngçilik sözünün fonetik xüsusiyyətləri ilə bağlı doğru. Əhəngçilik belə olacaq, düzdür? Doğrunu sənə soruşur 68-də. Səs uzaması olan səs uzaması yoxdur əhəngçilikdə. Müxtəlif hərflərlə yazılmış eyni səs işlənib. Müxtəlif hərflərlə yazılmış eyni səs. Əhəngçilik. Xeyr, elə bir şey də yoxdur. Çünki c-çını verir. Axırıncı da xışdır. 3 kar samit, baxaq. 1, 2, 4-dən 3 deyil. Ortaya çıxan səslərin biri sözlə başlamır. Tələffüzü ortaya çıxan səslərin biri söz başlamır. Xışdıqın söz başlamır cavabdır. 3 sonar samit işlənib. Əhəngçilik. Xeyr, xını saymadaq, sonar deyil. Açarlar və çaparlar sözlərin fonetik təhli. İsim olsaydı açarlar, çaparlar, feil olsaydı açarlar, çaparlar kimi tələffüz olunacaqdır. Ona uyğun baxaq. Aha, yazılış deyiliş arasında bir fərqli məqam var. Fonetik təhlilinə aid olan ortaq cəhəti. Hər iki halda açarlar, açarlar olsa, çaparar, çapar olsa bir fərqli məqam var deyə sən biri düz olaraq götürə bilərsən. Düzdür? Sonra isim kimi düşünsə tərkibində müxtəlif sonraq samitlər. İsim kimi düşünsə r olur deyə müxtəlif olmur. İkinci çıx. Ç kar samitdir. Cəngitli qarşılıq işlənməyib. Düzdür. 1-3.
2-ni çıx, 1 3 götür, 2-ni çıx, bu getdi, bu getdi, bu getdi, bu getdi. Cavab avtomatik olaraq cəngitli samitlərin üçü də eynidirsə, vurğu ikinci hecaya düşməyəcək. Düzdür. Cəngitli samitlərin üçü də r-dırsa, vurğu düşəcək ilə açarlar. Vurğu ikinci hecaya düşməyəcək. Cəngitli samitlərin üçü də eynidirsə, üçü də eynidirsə, açarlar, çaparar, sona düşəcək. Belə deyək də sizə, feil olsaydı açarlar 2-yə düşür. İsim olsa sona düşür. 10 isə demək. Ona görə 5 də doğrudur. Cavabı olur B. Neçə sözdə A hərfindən istifadə olunduğu, neçə sözün kökündə oxşayır, oxşayır. Biri götür. Göz deyil, burada yoxdur. Bənzəyir, burada yoxdur. Otlayır. Otlayır deyirik də, düzdür. Amma bunun kökündə yoxdur, bunda çıx. Kombayn burada da var. Elə neçə? 2 dənə. 2 dənə var. Hani? E variant. 70-in də cavabı E variant olmuş olacaq. Bu qədər yoldaşlar, sağ olun, sağlıqla qalın.